Ailələrə uşaq pulu nə zaman verilir? Demoqrafik və sosial siyasət çərçivəsində doğumun azalmasına, ailə yükünün artmasına və əhalinin qocalmasına qarşı görülən tədbirdir. Əhali öz sayını qorumaq üçün doğum əmsalı təxminən 2,1 olmalıdır. Bu əmsal 1-ə enərsə, yəni doğulan uşaqların sayı kəskin azalarsa, bu doğumu stimullaşdırmaq üçün ailələrə verilir. Əgər doğum əmsalı azalarsa, nə baş verər? Yaşlı əhali faizi yüksəlir, ölkədə qocalma prosesi sürətlənir. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əhalinin yaşlandığını, doğum əmsalının düşdüyünü bildirir. Türkiye'nin doğurganlık hızı tarihimizde ilk kez 1,48'e gerilemiş durumda. Bu bir felaket. Çində də doğum əmsalı aşağı enmişdi. Avropa ölkələrində, həmçinin Rusiyada, İranda, Gürcüstan və bir çox ölkədə doğum əmsalı aşağı düşdüyü üçün uşaq pulu verilir. Bəzən bu, sosial yardım məqsədi ilə verilir. Onun verilməsi üçün müəyyən meyar və şərtlər var. Sosial yardım əsasən ailənin gəliri, uşaqların sayı, sağlamlıq vəziyyəti və həssas sosial statusa görə verilir. Uşaq pulu xeyriyyə deyil, gələcək üçün strategiyadır.